Salam müəllimlər, gəlin bu günlərim sizinlə Time Test Bankından situasiya tipli inteqrativ test 4-ün 11-ci testini həll edək. Əvvəlki videolarımda öyrətdiyim qayda ilə hələ biz uyğun-uyğunsuzluğa baxmırıq. Bir kənarda vərəqdə cədvəldəki kimi 1, 2, 3, 4 yazıb testi həll etməyə başlayırıq. Gəlin başlayaq. 1. Dərsin məqsədinin mütləq şəkildə şagirdlərə təqdim edilməsinin səbəbi onun öyrənmə zamanı ilkin təlimat rolunu oynamasıdır. Bəli, biz bilirik ki, dərsi biz başlayanda motivasiya mərhələsindən dərhal sonra şagirdlərə həmin günün təlim nəticəsi elan olunmalıdır. Hətta ondan çıxartdığımız meyar da elan olunur və beləliklə kurikulumun nəticə yönümlü prinsipini reallaşdırmış oluruq. Və burada şagird üçün ilkin təlimat rolunu oynayır təbii ki. Çünki şagird bilir ki, bu gün o hansı bilik və bacarıqlara görə həm qiymətləndiriləcək və hansı nəticəyə, hansı məqsədə çatmaqdır fikirləri. Və bu söz doğru olduğuna görə bura müsbət qoyuruq. 1-ə müsbət qoyuruq kənarda vərəqdə. 2-yə keçirik. Müəllim sual-cavab prosesini effektiv şəkildə təşkil etdikdə şagirdlərə yoldaşları ilə fikir mübadiləsi aparmağa imkan yaratmış olur. Bəli, əvvəlki ənənəvi təhsildə belə idi ki, subyekt-obyekt anlayışı vardı. Müəllim mərkəzi idi, şagird dururdu, müəllim sual verirdi və əzbərə əsaslanan bir təlim sistemi idi. Və burada digər şagirdə sual vermək falan yox idi. Yəni şagird şagirdə sual vermirdi. Amma indi interaktivdir, müasirdir, yəni bu kurikulumda artıq necədir? Subyekt anlayışı var. Yəni müəllim mərkəzidir, şagird mərkəzidir. Şagird müəllimə sual verə bilər, müəllim şagirdə sual verə bilər, şagird şagirdə sual verə bilər. Belə olduqda da bəli, şagirdlər yoldaşları ilə fikir mübadiləsi aparmağa imkan yaratmış olur. Bu cümlə də doğrudur, 2-yə də müsbət qoyuruq. 3-də yazır ki, qrup işi zamanı qiymətləndirmə meyarlarının düzgün olması qruplar arasında və qrup daxilində yersiz çəkişmənin qarşısını alır. Bəli, ümumiyyətlə kurikulumda yersiz rəqabət və yaxud da elə yaxşı rəqabət, pis rəqabət anlayışı yoxdur. Ümumiyyətlə rəqabət qəbul olunmazdır. Və ümumiyyətlə situasiyanın hansında siz görsəniz ki, rəqabət var, mütləq ki, bilin ki, orada ya meyar qıtlığı var, ya meyar elan olunmayıbdır və yaxud da meyar düzgün tərtib olunmayıbdır. Bəli, burada da meyarın düzgün olması qruplar arasında və qrup daxili yersiz çəkişmələrin qarşısını alır. Bu cümlədə doğrudur, müsbət yazırıq. 4-də yazır ki, şagirdin verdiyi suala cari mövzu ilə bağlı deyilsə, dərsin mövzusundan yayınmamaq üçün sualın cavablandırılması müəyyən vaxtadək təxirə salınması məqbuldur. Bəli, əgər məsəl üçün sual bugün keçdiyi mövzuya uyğun deyilsə, şagird hər hansısa bir sualı verirsə və vaxtdan səmərəli istifadə edilməsi üçün bu sualı mən müəyyən bir vaxta qədər təxirə sala bilərəm. Amma bu o demək deyil ki, mən şagirdin sualını cavablandırmamalıyam. Xeyr, bu qətiyyən olmaz. Şagirdin necə deyim, tələbatı ödənilməlidir. Növbəti dərsdə artıq bu haqda məlumat vermək olar və yaxud da növbəti həmin o mövzuya yaxınmı və yaxud da növbəti günlərdənmi şagirdin bu sualına mütləq ki, qayıdıb cavab vermək lazımdır. Bu cümlədə doğrudur. Artıq biz hamısını təhlil etdikdən sonra baxırıq test bizdən nə istəyir. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Uyğunluğu istəyirsə, doğrunun altındakı doğrunu götürəcəyik. Əgər uyğunsuzluğu istəsəydi, biz yanlışın altındakı doğruları götürəcəkdik. İndi doğrunun altında doğrunu götürdüyümüzə görə bizim testimizin cavabı C variantıdır.